Değerli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi bugün müəllimlərin işə qəbul imtahanının artıq ikinci günüdür. İmtahanda iştirak edən müəllimlərimiz var. Uğur qazanan müəllimlərimizi təbrik edirəm. Və imtahandan çıxdıqdan sonra təxmini bizə bir istiqamət verirlər ki, müəllim, bu istiqamətdə bu mövzuları əhatə edən suallar düşübdür. Deməli, idraki sahədən, idrak taksonomiyasından 3 dənə sual düşübdü müəllimlər. 3 dənə sual. Gün ərzində həmin suallar bu kanalda paylaşılacaq. YouTube kanalımıza abunə olun ki, həmin suallardan məlumatlı olasınız. Sonra iş üsullarından sual olubdur, iş üsullarından bir dənə sual olubdur. Müəllim, şagird, valideyn əlaqələrindən situativ suallar olubdur. Sonra qiymətləndirmə mövzusundan 2 sual olubdur. Səhv etməmsə biri rəy ilə bağlı sual düşübdür. Rəy, effektiv rəyi müəyyənləşdir. Müəllimin verdiyi rəyin variantlarda artıq hansı effektivdirsə onu müəyyənləşdirməyinizi istəyibdir. Sonra bullyinglə bağlı sual olubdur. Planlaşdırmadan sual düşübdür müəllimlər. Sonra emosional intellektlə bağlı bir sual olubdur. Deməli, sual müəllimimizin yadında qalan qismi bu qədərdir. Yəni gün ərzində yenə də deyirəm ki, kanalda həmin suallar paylaşılacaq. Şagird deyəsən sual belə idi ki, emosiyalarını idarə eləyə bilmir, amma qarşısına bir məqsəd qoyur ki, mən emosiyalarımı idarə etməliyəm. Yəni bu halda müəllimin atacağı addım, hansı addım doğru olar? Artıq variantlar veribdir. İndi burada suallar yenə də deyirəm, yazılacaq və paylaşılacaq bu kanalda. Abunə olun ki, məlumatlı olasınız. Sonra təfəkkürlə bağlı sual düşübdür. Təfəkkürlə bağlı sual necə olubdur? Doğru, yanlış cədvəli şəklində veribdir. Uyğunluq kimi veribdir. Və artıq oradakı variantlar da tam şəkildə yadda qalmadığına görə buradan özümüzdən bir yaradıcılıq eləyib sual tərtib etmirik. Amma müəllimlərin yönləndirdiyi suallar var əlimdə. Onları ən qısa zamanda bu kanalda paylaşacağam. Belə müəllimlər, yəni təxmini istiqamət bu şəkildə olubdur. Növbəti günlərdə imtahan verəcək müəllimlər də bu mövzuları təkrarlayın, baxın. Ümid edirəm ki, hər biriniz uğurlu nəticələr əldə edəcəksiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Kanalı izləyin. Gün ərzində suallar bu kanalda paylaşılacaq.